Mohsen Langarneşin 2020-ci ilin dekabrında İsrailin Mossadı ilə əməkdaşlığa başlayıb. 2 il ərzində o, İsrailin yüksək rütbəli kəşfiyyat zabitləri və onların ölkə daxilində agentləri ilə sıx və səmərəli işləmiş, terror hücumlarını dəstəkləməkdən tutmuş, Tehranda Səyyad Xudayıya sui-qəsd cəhdinə şəxsən iştiraka qədər mühüm əməliyyatlar həyata keçirmişdir. Onun fəaliyyəti bunlardan ibarət olub. İsfahanda İran Müdafiə Nazirliyinin sənaye obyektinə hücum üçün maddi texniki təchizat və avadanlıqların təmin edilməsi, İranda Mossad agentləri üçün təhlükəsizlik mühitin yaradılması üçün avadanlıq və kommunikasiyaların alınması, nəqliyyat vasitələrinin alınması və əməliyyat avadanlıqları ilə təchiz edilməsi, Mossad zabitlərindən ölkə daxilində agentlərə vasitələrin köçürülməsi, bir sıra evlərdə təhlükəsizlik evlərin icarəyə verilməsi, casusluq və terrorçu qruplara hərtərəfli dəstək, çoxsaylı texniki və kəşfiyyat məlumatları, o cümlədən təhlükəsiz qırmızı pəncərə rabitə sisteminə istifadə ilə sübuta yetirilib. Langarneşin həm istintaq mərhələsində, həm də məhkəmədə etiraf edib. O, 2 dəfə Gürcüstan və Nepalda yüksək rütbəli Mossad zabitləri ilə görüşüb. Orada missiyaların yerinə yetirilməsi üçün göstərişlər alıb. İsrail kəşfiyyatı adından fəaliyyətinin bir hissəsi olaraq o, əməliyyat qruplarının təlimatlara uyğun olaraq agentlərə təhvil verilən maşınlarla təmin edib. Mohsen Mossad agentlərinə dəfələrlə işarəsiz sim kartları, mobil telefonları və portativ modemləri ötürür. Langarneşin əvvəlcədən müəyyən edilmiş məntəqələrdə Mossad agentlərindən pul alıb, ölkə daxilindəki əlaqələri ötürürdü. Ən mühüm əməliyyatlardan biri də İsrail kəşfiyyatı adından şəhid Səyyad Xudayinin müşahidəsi üçün motosikletin alınması olub. O, hadisəni törədən şəxsə olması barədə məlumat verib və əməliyyat başa çatdıqdan sonra hadisə yerini tərk edib. İranda Mossadın əsas agentlərindən hesab edilən Langarneşin kəşfiyyatçıların tapşırığı ilə xüsusi obyektlərin çəkilişlərini də həyata keçirib. Yüksək hazırlıq səviyyəsində və müxtəlif kursları bitirdiyinə görə o, peşəkar hesab edilsə də İran kəşfiyyat xidmətlərinin hərtərəfli nəzarəti və İnformasiya Nazirliyi əməkdaşlarının koordinasiyalı fəaliyyəti sayəsində ifşa edilib.